İstəyirəm ki, yeni həftənin ilk iş günündə, iş gününün sonunda iş və pulla bağlı olan fikirlərimi rayondan Bakıya gələn tələbənin iş təcrübəsini ənənəvi və şablon yollardan fərqli olaraq tam fərqli yollarla nələr əldə elədiyini bölüşüm. Bir növ vlog olsun. Düşünmürəm ki, bir bölümdən ibarət olacaq. Mənə elə gəlir ki, bu bir neçə hissədən ibarət olacaq. Heç vaxt danışmadığım və çox yol vermədiyim söhbətlərdir. Düşünürəm maraqlı olacaq. Danışılmağa dəyər fikirlərdir. Danışım nədən? Başlanğıc olaraq onu deyim ki, uşaq vaxtı bizə deyilən şeylər bir növ qeyri-şərtsiz qəbul elədiyimiz o ilk fikirlər, haqqımızda danışılan şeylər formalaşandan sonraki həyatımıza, yetkin vaxtlarımıza böyük təsir eləyir. Və negativ fikirlər olduğu kimi yaxşı, əgər biraz şanslıyıqsa, haqqımızda yaxşı şeylər də deyilib. Valideynlərimiz bizə baxın, birinci dərəcəli o daha çox məruz qaldığımız insanlar tərəfindən və o fikirlər sonraki həyatımıza, sonraki düşüncələrimizə, vərdişlərimizə təsir edir. Məsələn, bu fikirlərdən biri nə olub məndə? Negativ birini deyəsi olsam, bu odur ki, deyirlər ki, məsələn, get marketə, 3 kilo pomidor, 2 kilo soğan, sarımsaq al. Mən gedirdim və yolun başına qədər küçədən həyət evində qalırdıq. Küçədən çıxırdım, təkrarlaya gedirdim və yolun başında unudurdum nə alacağımı, qarışdırırdım, şübhə yaranırdı və özümə əsəbləşərək o yolu geri qaydırdım evə doğru. Təkrar soruşurdum, təkrar qaydırdım. Beləliklə, bəzi negativ fikirləri eşidirdim. Bildirirdilər ki, mama xüsusilə bildirirdi ki, sənin yaddaşın yoxdur. Biz tərəfdə belə bir söz var, quşbaşsan və bu o deməkdir ki, yəni yaddaşsız. Və bu sözlərin fonunda təbii ki, uşaq olduğumuza görə, hani egomuz formalaşmadığına, özümüzü qoruya bilmədiyimizə görə, ən azından məndə belə idi, düşünürəm ki, bütün uşaqlarda bu belə olur aşağı-yuxarı. Nə baş verir? Mən inanmağa başlayıram ki, deyəsən mənim həqiqətən yaddaşım yoxdur. İndi hələ də 1 GB, 5 GB, terabaytdırsa, mənimki 100%, nə bilim, 3 megabaytdır. Və bu negativ fikir varsa, bir də yaxşı deyilən şeylər də olub və şanslı olmuşam bu mənada. Yaxşı deyilən şeylərdən biri oydu ki, o daşdan da pul çıxardar. İkincisi oydu ki, o harada düşsə, özünə yol tapar. Yəni, azmaz, itməz, batmaz, o bir yolunu tapar. Və bu fikirlərə mən uşaq vaxtı o qədər inanmışam ki, hələ də indi təsəvvür edin, mən tələbəlikdən bu günə artıq 10-12 ildir, 2014-cü ildən Bakıdayam və həmin müddətdən indiyə qədər bir gündə bu fikirlə bağlı şübhə yaşamamışam. Yəni, buna çox inanmışam. Ona görə pulum olmayanda heç vaxt narahatlıq keçirməmişəm, səthi keçirə bilərəm. Amma bir dənə əminliyim, rahatlığım olub ki, mən indi dursam, nəsə hərəkət eləsəm, fikirləşsəm, fikirləşəndən sonra hərəkət eləsəm, mən pul gələcək. Yəni, pul belə bir şey deyil mənim üçün ki, o gəlməyə bilər. Yox, mən nəsə eləsəm gələcək. Bu rahatlığım olub. Çünki o deyilib mənə davamlı ki, o daşdan da pul çıxardar. İkinci, harasa gedərəm, yeni bir yerə, fərqli mühitə, sosial təşvişim olar-olmaz, amma bu inancım var deyə o yol tapar. Özümü bir tərəfdən narahatlıq, nə bilim, utanqaclıq ya da nə bilim, başqa bir şeylə məhdudlaşdırmışamsa, digər tərəfdən də bu fikrə arxayın olmuşam ki, mən nəsə eləyəcəm indi və salam. Bu yerdən özümə yol tapacam. Bu iki fikir çox təsir edib. İndi hər kəsdə bu belə deyil. Bəzi insanların iş və pulla bağlı, bu mənada özgüvənlə bağlı, elə ya da belə hansısa formada eşitdiyi, uşaqlıqdan inandığı başqa şeylər var. Məndə negativ və yaxud da mənim həyatıma o qədər yaxşı təsir eləməyən belə inanclarım, yaxşı olmadığını düşündüyüm inanclarım olduğu kimi, yaxşı olan da ən az bu iki inancım var. Bunun kimi başqa inanclarım da var. Bəziləri uşaqlıqda deyilib inandığım şeylərdir. Bəziləri sonradan özümün fərqinə vardığı və təlqinlərlə xatırlatdığı şeylərdir. Bəzilərinə hələ də inanmağa çalışıram, necəsə özümü inandırmağa çalışıram ki, yox da bu var, özünə bağlı bu mənada şübhəyə düşməyə bilərsən, inana bilərsən və s. Sözüm bu təməl şeylərdən sonra ona görədir ki, bunları deməyim ümumiyyətlə sizdə
indi məndə danışacağım şeylər yoxdursa və yaxud da getdiyiniz yol fərqlidirsə, bunu normal qəbul edəsiniz o mənada ki, hərəmizdə bir cürdür. Məndə bu belə təsir edib yaxşı şeylərdə, bəzi yaxşı olmayan şeylərdə başqa cür təsir edib. Əminəm ki, sizdə də yaxşı şeylər deyilən, inandırılan, qurdalasaz tapa biləcəyiniz şeylər var. İşlə bağlı mövzuya gəlim. Mənim üçün bu çox maraqlı mövzudur. Qıraqdan özümü analiz edəndə fərqinə varıram ki, bu şeylər necə olub. İlk işim, ümumiyyətlə bax, pulla bağlı fikirlərim necə olub? Xoşbəxtlikdən və yaxud da bədbəxtlikdən heç vaxt heç kimdən pul istəmək istəməmişim. Uşaq vaxtım. Nə bilim, özümü biləndən 5, 6, 7, neçə yaş deyilərsə bu pul nəsə almaq üçün, nəsə sahib olmaq üçün pul lazımdır, fikri nə vaxt baş qaldırırsa, o vaxtdan mən niyəsə narahat olmuşam kimsə pul istəyəndə. Kimsə deyəndə də bu valideynlərimdir. Onlar belə əslinə qalsa, indi fikirləşəndə mənə pul yoxdur və yaxud da verəndən sonra nəsə xoş gəlməyəcək bir şey eləməyiblər. Amma oradakı his, emosiya ya da nəsə, bilmirəm, mənim xoşuma gəlməyib və həmişə istəmişəm ki, onların verdiyi pulu öz pulum kimi qəbul etməmişəm və həmişə istəmişəm ki, öz pulum olsun. Və bu öz pulum olması istəyi fikri məni təşviq edib ki, mən nəsə hərəkət edeyim və o pula bir növ qəribə də səslənsə o pula layiq olum. Məncə kimsə onu mənə verəndə mən ona layiq olduğumu düşünməmişəm. Və yaxud da bunun doğru olduğunu fikirləşməmişəm. Beləliklə, hətta məktəb vaxtı, 1-ci, 2-ci, 3-cü sinifdə belə, məktəb vaxtı gedib atamdan sadəcə mənə xərclik ver demək mənə yaxşı təsir eləməyib. Ona görə də bəzi işlər görmüşəm. Bu işlər nədir məsələn? İndi danışacağım şeylər heç Philip Kotleri, nə bilim, marketingin dahisi, biznes ideyaların varisi hesab olunacaq adamların heç bir kitabını, fikrini oxumadan əvvəl baş verən şeylərdir. İlk işim, bura biraz qarışıq yerdir, buranı keçim. İlk işimi son işim kimi danışmayım, son mövzu kimi danışmayım. Deməli, ilk işim nə olub? Zaman qazanmağa çalışır. İlk işim, bir də fokusu bura verək, hoppa. İlk işim, dostlar, rayonda böyüyənlər bilər, əvvəllər toylar şadlıq saraylarında olmurdu, həyətdə olurdu, küçədə olurdu və buna biz tərəfdə palatka toyu deyirdilər. Həmin o palatka toyunda kim hansı qohumun toyu olurdusa, əvvəlcədən şərtləşirdik ki, şüşələr mənimdir, butulkalar mənimdir və o butulkaları daha sonra satırdım. İndi evdə də olurdu butulkalar, amma orada belə külli miqdurdu. Toylarda isə 200, 300, 500 adam gəlirdi və o butulkaları toydan sonra mən yığırdım və yığandan sonra şəhərdə, rayonda harada daha yüksək qiymət təklif edirdilərsə, mən onlara satırdım. Bir dənə maraqlı hekayəni bölüşüm bununla bağlı. Qonşu bir uşaq var idi, məndən 2-3 yaş böyük olardı. Mən necəsə maraqlandım ki, bizim evimiz şəhərin mərkəzində idi, amma əsas mərkəz hesab olunan yer Bayraq meydanı idisə, hətta şəhərdən çıxış da hesab oluna bilər ora. Bayraq meydanı idisə, bizim ev oradan biraz uzaqdaydı, yəni tam o Bayraq meydanı, bir 5 dəqiqə, 6 dəqiqə avtomobillə yol var deyək. Amma ora uşaq vaxtı bizə necə uzaq gəlir. Rayon əslində balaca yerdir böyüdüyümüz yer, amma bakı ilə müqayisədə balacadır da, kəndlə müqayisədə çox böyükdür. Və şəhərin evdən başqa yerə çıxmaq, getmək, o mənim üçün indi təsəvvür edək ki, Xırdalanda yaşayan və heç şəhərə çıxmayan adam üçün Bakıya, mərkəzə getmək kimi bir şeydir. O vaxt mənim üçün bu belə bir şey idi. Qonşu uşaqla danışdım. Dedim ki, Bayraq meydanı tərəfdə daha yüksək qiymətə bu butulkaları alırlar. Gedək ora, bu butulkaları sataq. Məndə nə bilim 2 meşok, çuval nə deyiriksə. Bəzi sözlərin ümumiyyətlə məndə Azərbaycancası yoxdur. Ancaq dialektdir. Rayonda öyrəndiyim sözlərdir. Deməli, nəysə buna dedim. Bu dedi ki, hə yaxşı, biz yoldan taksi tutduq. Taksiyə verməyə pul da yoxdur. Danışmışıq ki, o bizi ora aparacaq. Butulkaları götürdü, meşokları götürdü, qoydu. Aparacaq o bizi ora. Sonra biz onu satacağıq. Taksinin ödənişini eləyəcəyik. Sonra o bizi gətirəcək geri evə. Bu da razılaşdı. Mən gedib gələnə, evdə aləm dəyib bir-birinə, onlardan xəbərsiz çıxmışam. Mən danladılar ki, sən hara getmisən, niyə getmisən, orada sənin nə işin var? Amma o vaxtı tam dəqiq nə hiss edirdim, yadımda deyil. Amma mənə elə gəlir ki, çox pis olmamışdım. O qorxulu nəsə sındıranda, nə bilim, evdə nəsə baş verəndə qorxulu pis hiss eləmək, narahat hiss eləməyin verdiyi şey var idi. Onu hiss eləmiş ola bilərəm, amma bir tərəfdən də ən cəsarətli addımlarımdan biri olub mənə elə gəlir ki, o vaxt üçün. Mənə yaxşı təsir edib sonrakı illərdən. Və birinci işim həmin o butulka mövzusu olub, hansı toy olub, nə bilim, qohum-əqrabada yığıncaq olub, o butulkaları mən götürmüşəm, satmışam. İkinci, bu da elə birinci gedə bilər, evdəki dəmirləri o vaxtı dəmir alıram deyib gəlirdilər, alırdılar. Onda evdə sakit-sakit hansı dəmirləri sata bilərdimsə, onları əldən çıxarmışam, satmışam. Söhbət gedir 6-7 yaşımdan, təsəvvür edin. Sonra işləri, bu bir növ belə daimi iş deyil də, hər gün pul gətirə biləcək şey deyil. Qonorarlı iş demək olar, nə bilim, freelance iş demək olar indiki terminlərlə, adlandırmalarla. O vaxtı
bir neçə il sonra, yəqin ki 7-8 yaşım olardı onda da, artıq fürsəti görüb yeni işlər yaratmağa başlamışam. Bu ən belə özümlə fəxr elədiyim şeylərdən biridir. Nə idi? Gördüm ki atam qışda həmişə özünə kakao alır. Balaca belə paketdə olan kakaolardan söhbət gedir. Və o kakaonu nə vaxt ki unudur almağı. Pis olur. Təəssüf hissi keçirir ki, ayda almağı unutdum, içməyəcək indi. Və mən də gördüm bunu. Başladım kakaonu almağa, evdə saxlamağa. Nə vaxt ki atam unudurdu, deyirdim ki məndə var, istəyirsən hazırlayım gətirim. Birini 20 qəpiyə alırdım. Süd, şəkər, qaz, hər şey evdə. Mən onu hazırlayırdım, 40 qəpiyə satırdım. Amma bu sezonluq biznes idi də. O mənada ki, qışda yaxşı işləyirdi, yayda kakao içmirdi. Bunu analiz eləmişdim və yayda bir növ indinin fikri ilə yay menyusu deyilə bilər də buna hazırlamışdım. Kola satırdım. Baxın, ən xırda məqamlardan, yenə mənə çox yaxşı təsir edən məqamlardan biri. Uşaq ağlımda görün nəyi hesaplamışam. Yəni bir şey deyirlər ya, o uşaq vaxtı bax adama, o özünü biruzə verir uşaq vaxtdan. Bizim şeylərimiz, bacarıqlarımız, gələcəkdə hansı işlərin bizdə yaxşı alınacağı və s. bunlar uşaq vaxtda olur deyir də. Həqiqətən məncə ən yaxşı alınan şeylərdən biri budur. Həm fürsətləri görmək, əlaqə qurmaq, həm də ümumiyyətlə business mind deyirlər, business fikirli olmaq. Bu var. Və o vaxtı kola alırdım. 2 litrlik kola, nə bilim neçənci illərdən söhbət gedir. 2000-in əvvəlləri, 2000 ortaları 80 qəpik idi. 2 litrlik koladan 10 stəkan sok çıxırdı. Və 10 stəkanı hesaplamışdım ki, mən necə satmalıyam ki, bu qarşı tərəfin ala biləcəyi qiymət olsun. Mənim sata biləcəyim və xeyir əldə edə biləcəyim bir təklif olsun. Bir stəkan 20 qəpik. 10 stəkan çıxır 2 litrlik butulkadan. Və mən artıq bir butulkadan 1 manat 20 qəpik xeyir götürürəm. Bir stəkan da özümə icazə verirdim içməyə. Rahat 50% qazancı olurdu. Kar. Təsəvvür edirsiniz? 8 yaşında, nə bilim, 2-ci, 3-cü, 4-cü maksimum sinifdə oxuyan uşaq bunu fikirləşir, ağıl eləyir, satır və bununla da yetinmir. Başqa təkliflər də hazırlayır. Məsələn, necə təkliflər? Qardaşım balacaydı və saqqız sevirdi. Mən də saqqız gətirirdim, ədədi ilə satırdım. Ədədi ilə ona, təbii ki ona satmırdım, uşaq idi. Ona verirdim, sonra lisə dəftərim var idi. Atama deyirdim ki, filan, nə bilim, bacım filan istədi, hoş 5 gətirirdim məsələn. Marketdən alırdım, gətirirdim deyəndə də belə uzaq yerdən yox. Marketdən alırdım, sonra ədədi ilə satırdım və yaxud da kombo edirdim. Hoş 5-i kakao ilə satırdım. Nə bilim, kola ilə satırdım. Sonra da hamısının pulunu atamdan götürürdüm. İdeal biznes. Amma mövzu pul qazanmaqdan da çox, onun hansı fürsətdən çıxartmağım, fürsəti görməyim, ona uyğun təklif eləməyim və hesab kitab eləməyim, bunları düzqoş eləməyim idi mənim üçün. Mən xərcliyimi məktəb vaxtı, ibtidai sinifdən etibarən belə çıxarmışam. Və pulla bağlı fikirlərim belədir ki, o komfort vermək üçün yaxşı vasitədir, alətdir. Eyni zamanda pulun gətirdiyi azadlıq var. İnsanlar, bu həm də indiki fikirlərimdir, amma uşaq vaxtı bunu tam dərk eləməsəm də necəsə anlamışam ki, pul bir çox şeyə, qərarlara təsir edə bilir. Bizə bu azadlığı, rahatlığı verə bilir ki, o qərarı verək. O istədiyimiz geyimi alaq, istədiyimiz həyatı yaşayaq və s. Və uşaqlıqda, yəni onu özümün qazanmağı, nəsə edib alındırmağım yaxşı təsir edib. Bu arada bu kafe söhbətini sadəcə evlə limitləməmişim, qohum əqraba da bilirdi, onlar da alırdı. Eyni zamanda bir neçə qonşumuz bilirdi və bizim evin pəncərəsi küçəyə baxır. Həmin o küçədə gəlir də pəncərəni döyürdülər və nə bilim kompot və yaxud da kola istəyirdilər. Mən də onlara oradan satış eləyirdim. Bu belə hər gün baş verən şey deyildi, amma mütəmadi baş verirdi. Həmin bu periodda və yaxud da bundan əvvəlki dövrdə əlavə gördüyüm işlərdən biri olubdur ki, avto təmizləmə. Atamın maşınını ödənişli olaraq yuyurdum, təmizləyirdim və bununla bağlı da fikirləşib, müşahidə edib paket təkliflər vermişdim. Məsələn, avtomobilin sadəcə üstünü təmizləmək, avto yumada 5 manatdırsa, mən 3 manat təklif edirdim. Onların yanında maşını qoyub 1 saat, yarım saat gözləməyə düşürdüsə, mən nahar fasiləsində yuyurdum və maşının içini təmizləmək, yəni salonunu təmizləmək, üstünü təmizləmək, təkərlərini qaralamaq, hamısı bir paket olsa başqa bir qiymət idi. Tək salon təmizlənirsə, yenə ayrı qiymət. Təkərlərin ədədi ilə bilmirəm niyə qiymət demişəm, amma ədədini 20 qəpiyə qaraldırdım. Və təsəvvür edin, necə qaraldırdım. O vaxtı yolda uşaqlar qaraldırdı. Nə ilə? Nar şərab və kolanı birləşdirib xüsusi bir formula yaratmışdılar. Təkəri qapqara eləyirdi. Biraz şirəli kimi olurdu, amma qapqara olurdu. Mən də onu onlardan öyrənmişdim, o uşaqlardan. Nar şərabla kolanı alıb qarışdırıb, onu hazırlamışdım.
və onu təsəvvür eləyin ki, ədədini bir təkərini 20 qəpiyə, yəni 4 dənə təkərə 80 qəpik, bəzən çay boyla birlikdə 1 manat ödəniş alırdım. Maşın üstü, içi təmiz olanda bəzən sadəcə təkərini qaraltmaq istəlirdi, eləyirdim. Dayım da eyni zamanda bundan xəbər tutmuşdu, bu biznesimdən. Onun da avtomobilini mütəmadi mən yuyurdum, 3 manat, 5 manat. Təsəvvür edə bilirsiniz, nə bilim məktəbdə oxuyan uşaq üçün o pul nə deməkdir? Hamının xərcliyi 10 qəpik, 20 qəpik olanda mənim artıq öz qazancım 1 manat, 2 manat, 5 manat olurdu. Cibimdə həmişə pul olurdu bir sözlə. Və yenə fürsət görüb tapdığım işlərdən biri, ümumiyyətlə bütün bizneslərimi atamın üzərinə qurmuşam. Bu müəyyən bir yaşa qədər, indi bunun fərqinə vardım, sağ ol dədə. Və bu iş nə idi? Atam siqaret çəkirdi və mütəmadi olaraq alışqanı qurtardığına görə alışqan alırdı. Mən də marketdən necəsə görmüşdüm ki, qaz balonları satırlar. Qaz balonunun da qiyməti nə bilim 80 qəpik 1 manat. Həmin o 1 manata o qaz balonu alırdım. Əgər alışqan 30 qəpiyə idisə, 40 qəpiyə idisə, mən 10 qəpiyə alışqanı doldururdum. Alışqan da elə bir şeydir ki, onu işlədirsən də qırılmır, eləmir bir çox halda. Qırılmırsa dəyişməyə ehtiyac olmur. Mütəmadi 10 qəpiyə mən doldururdum. Bu belə xırda gəlirli iş idi. Amma belə bunu atamla yanaşı başqa adamlara təklif edirdim də. Əmim, dayım, onların da alışqanını doldururdum. Və o qaz balonu çox uzun müddət istifadə eləmək olurdu. O pulu mən bəlkə də axırda belə işlərdə, ümumiyyətlə indi analiz eləsək belə bu işi, belə işlərdə mövzu kütləvilikdir. Yəni az pul qazanırıqsa, gərək onu kütləvi sataq. Məsələn, Hyundai, Ferrari mövzusu. Biraz alışqan üzərindən Ferrari'yə keçmək o qədər də yaxşı deyildi, amma ki, məsələn, Ferrari bir avtomobilin satıb əldə elədiyi gəliri Hyundai atıram 100 avtomobil satıb əldə eləyir. Bu alışqan mövzusunda da mən ondan milyoner olmayacaqdım, təbii ki olmamışam, amma bu kütləvi olsa daha çox adama sata bilsəm, daha çox xeyir əldə edə biləcəyim bir iş modeli idi. İndi o vaxt mən bunu görməyim, eləməyim, indi dəyərləndirəndə deyirəm ki, afərin. Əgər bunun başqa bir uşaq o yaşdakı adam eləsəydi, mən o uşağa həqiqətən deyərdim ki, gələcəyi parlaqdır. Şükür gələcəyim düşünürəm ki, parlaq olacaq. Bugünə baxanda onu görə bilirəm, keçmişə baxanda onu görə bilirəm. Ona görə inanıram ki, gələcəkdə ümidlidir, yaxşıdır, qəşəng olacaq. Bu əsas gördüyüm işlər olub erkən yaşlarda. Biraz daha böyüyəndən sonra, nə bilim, oxuyardım 7-ci sinifdə, 8-ci sinifdə maksimum. Və bu məncə mənim o vaxta qədər ən çox pul qazandığım iş olub. Telefon işi. Telefonların əksər şeyini, bu klaviaturalı telefonlardan söhbət gedir. Hələ iPhone-ların çıxmadığı və ilk iPhone-ların çıxdığı dövrlərdən söhbət gedir də. Telefonla bağlı iş nə idi? Mən bir dostum var idi. Mən uşağam amma, mənim dostumun da yadımda deyil, amma o əməli başlı böyük idi də. İndi fikirləşəndə deyirəm ki, yəqin ki 27-28 yaşı olardı. Amma belə mənim kimi görünmürdü də. Mən məncə uşağa oxşuyuram, amma o çox daha böyük görünürdü o dostum. Və onun telefon mağazası var idi. Mən gedirdim. Hər dəfə məktəbin yanındaydı mağazası. Gedirdim hər dəfə məktəbdən, dərsdən çıxıb onun yanına. Kimdə qohum əqrabada nə xarab telefon var, götürürdüm, ona düzəltdirirdim, sonra onu satırdım. Ondan sonra orada yanında gözləyəndə kimsə gəlirdi, telefon satırdı. Soruşurdum ki, Vüsal, yaxşıdır, bunu almaq olar. Məsələn, deyirdi, hə, bunun təmirini neçəyə çıxar, mənə neçə eləyərsən, filan qiymətə. Onu alırdım, ona düzəltdirirdim, sonra onu satırdım. Burada maraqlı mövzu var. Mən onu kimə satırdım? Mən uşaq idim. Mən onu məktəbdə satırdım. Mən müştəri başqa heç yerdə, heç yerin müştərisinə oxşamırdı. Marketdən, mağazadan gedib nəsə telefon alacaq adamlar deyildi də. Onlar gizlin telefon işlədən, ailəsindən xəbərsiz və yaxud da ikinci telefon kimi alan, ya da indiyə qədər heç telefonu olmayan adamlar idi. Analiz eləmişdim, o boşluğu tapmışdım və mən müştəriyə getmirdim, müştəri mənə gəlirdi. Mən onları elə məktəbdəcə o telefonları satırdım uşaqlara. Nə bilim, sinif yoldaşıma, sinif yoldaşımın dostuna, tanımadığım başqa sinifdəki uşaqlara və orada artıq daha böyük pullar qazanmışdım. 3 manat, 5 manat yox, 60 manat, 80 manat, 120 manat, belə pullardan gedir söhbət. Ondan sonra mən qəşəng formada o pulları yığırdım. O vaxtı mənim böyük problemim nə idi? Mən pulu nə eləyəcəyimi bilmirdim. Bax, investisiya söhbəti yox idi, kaş olardı. Bir ara fikirləşirdim ki, qızıl alım. O vaxtı aktual idi. Bu şeyləri mən mamada görürdüm. Mama məncə mənə çox təsir edib bu mövzuda. Əla. Siz necəsiz? Siz necəsiz? Yaxşı olun. Salam. Axşamınız xeyir. Salam dostum, necəsən? Yaxşısan, necəsən? Gəl ver. Gəl. Hə, lap çox verməyin, yaxşı. Hə. Gəl. Buradadır. Bas. Yo, bunu. Şo? Hə. Yaxşıdır. Yaxşı, sağollaşaq. Hə. İndi bax bu harda qaldım, unutdum, amma ki bu işlərdən sonra
Ardı olacaq bunun 100%. İndi bir dənə baxacağam ki, söhbət harda qaldı. Ardını eləyəcəm. Hə, hə, əlbəttə yadımdadır. Hə. Sabahları bu mövzuyla bağlı davamını danışacağam. Onu deyim ki, mama çox təsir edib bu mövzudakı fikirlərimə. İnvestisiya ilə bağlı çox yaxşı şeylərim olmayıb və işlər bununla bitməyib. Başqa işlər də görmüşəm. İkinci hissə Bakıya gələndən sonra ilk işim nə oldu? Necə işə başladım? Və pulla bağlı növbəti mərhələlərdə başıma nələr gəldi? Bununla bağlı olacaq. Gecəniz xeyir.